Salam əziz izləyicilər, zəhmət olmasa kanala abunə olun, videonu bəyənin. Bugün yenə psixoloji mövzuda qısa məlumat vermək istəyirəm. Mövzu hipokondriazis və ya indiki adı ilə somatik simptom pozuntusu və yaxud da ki, xəstəlik narahatlıq pozuntusu. Yəni adından bildiyiniz kimi, başa düşdüyünüz kimi psixoloji bir xəstəlik. Bu nə məna verir? İnsan özündə sanki ciddi bir xəstəlik olduğunu zənn edir. Halbuki ya xəstəlik ümumiyyətlə yoxdur və ya olduqca zəif simptomları var. Xəstəliyin əsas səbəbləri bunlardır. Keçmişdə travmatik xəstəlik təcrübəsi, uşaq vaxtı sağlamlıqla bağlı ailə daxili narahatçılıqlar, anksiyete, depressiya və ya beynində kimyəvi pozulmalar, xüsusən də serotonin və dopamin balansının pozuntusu. Bütün bunlar xəstəliyin əsas xüsusiyyətləridir. Həmçinin davamlı narahatlıq, yəni belə deyək də stres, insanın daimi ciddi bir xəstəliyə yoluxduğunu düşünməsi, yəni adam elə düşünür ki, daima hər hansı bir ciddi xəstəlik yoluxub, halbuki elə deyil. Sadəcə o düşüncə onu pis günə qoyur. Yəni bu bənzətmə olaraq nə demək olar buna? Yəni insan elə zənn edir ki, hər hansı bir pis virusla yoluxub, halbuki onun heç bir səbəbi olmadan və yaxud da ki, xəstəliklə yoluxub və yaxud da digər bir ölümcül xəstəliklərdən birinə yoluxub, Allah uzaq eləsin. Halbuki tibbi testlərdə bunların heç biri çıxmır. Sadəcə insan özünə buna inandırıb. Üstəgəl həkimə gedir, həkim də ona sağlam olduğunu deyir. Amma o öz zehnində həkim belə yanlış çıxartmağa çalışır. Həkim ona deyir sağlamsan, o isə öz zərərli düşüncəsində, inancında qalır, narahat keçirir. Belə olan halda ya təkrar həkimə gedir və həkimin eyni sözü eşidir və yaxud da ki, ümumiyyətlə həkimdən qorxur, həkimə getmir. Bədənin bir yerə ağrıdıqda düşünür ki, artıq bu ciddi bir xəstəliyin simptomudur, siqnalıdır. Və insan bu cürünə xəstəliyə düşərək, Allah qorusun, öz həyatını zindana çevirir.